Mehdibad qəsəbəsi Zəlimxan Yaqub küçəsindəyik. Burada yol boyunca ərazidə müxtəlif obyektlər var. Aptek var, market var, dönərxana var və restoranlar var. Sahibkarlar şikayətçidir və bildirirlər ki, biz əziyyət çəkirik və ziyana işləyirik. Səbəb isə ərazidə tez-tez işığın sönməsidir. Ən tez yananda 8 saatdan tez yanmır. Elə vaxt olub 2 sutka yanmayıb. İcarəyə verilmiş icarədar da şikayət edir ki, mənim məhsullarım xarab olur, ətim xarab olur, yağım xarab olur, digər şeylər. Həm də bir obyekt sahibi olaraq içərisindəki avadanlıqlarım da dəfələrlə sıradan çıxıb, təmir etdirmişəm. Bizə nəticəni deyirlər, kabel yanıb. Kabel yanmağı nəticədir. Bunun səbəbi nədir? Biz başa düşürük. İstidir, texnikadır, kabeldir, ola bilər. Ancaq bu bir dəfə ola bilər ayda, 2 dəfə ola bilər. Ay ərzində 7 dəfə, ayın 4də biridir. Yəni, belə bir şey görülməyib də, yəni çox ciddi ziyan çəkir. Söhbət tək məndən getmir. Burada yüzlərlə yol kənarında obyekt var, yüzlərlə, minlərlə ev var. Mehdibad qəsəbəsinin girişindən hardasa 1-2 kilometr məsafədə yerləşən obyektlər, evlərin hamısının işıqları mütəmadi olaraq sönür. Avqust ayı artıq 7-ci dəfədir. İyun ayı da sönüb, iyul ayı da dəfələrlə, günlərlə sönür, qalır. Yəni, əziyyət çəkən biz oluruq. Yəni, bunun bizə qarşılığın verən bir struktur, bir qurum yoxdur. Yəni, ən azı heç olmasa öhdəlik götürüblər. Davamlı, keyfiyyətli, mütəmadi elektrik enerjisi ilə təmin olunmalıdır vətəndaş. Vətəndaşla azərişıq arasında, sahibkarla azərişıq arasında müqavilə bağlanır. Elektrik enerjisinin haqqını ödəyir. Bu davamlı, mütəmadi, keyfiyyətlidən söhbət gedə bilməz.